Salam əziz Cəlilabadlılar. Cəlilabadın Göytəpə şəhərində Yaman Şalısanın yaxınlığında sizə 2 mərtəbəli həyət evi təqdim edəcək. 7 sotun üzərində tikili və yolun kənarında obyektiv yerdə sayılır. Keçək evimizdən yaxından tanış olaq. Evimizin bura həyətidir. Sanitar qovşağı girəcəkdə sol hissədədir. Və bunu fikrini uzaqdan göstəririk. Yuxarıda sklaq kimi istifadə edə bilərsiniz. Nə artıq əşyan varsa yığa bilərsiniz sonra. Birinci mərtəbə bura hamamdır. Daxil olan hamamımıza təqdim edəcəyik. Bu köhnə evlərdir. Arxada isə 2 mərtəbə evdir. Onu da təqdim edəcəyik. Bura evimizin girəcək hissəsidir. Koridor hissəsi və mətbəxdir. Köhnə ev olmana baxmayaraq çox səliqəlidir. Bura birinci yataq otağı. Bura qonaq otağı. Bura isə növbəti yataq otağı. Bu köhnənki 3 otaqdır. 2 yataq, 1 qonaq. Mətbəx və koridor. Sizə 7 sotun içində 3 dənə ev verəcəm. Nə istəyirsiniz? Bura yeni tikili evdir. 2 mərtəbə evdir. Birinci mərtəbə 4 otaqdır. 3 yataqdır, 1 qonaqdır. Geniş otaqdır, geniş salondur. Təqdim elə birinci yataq otağı. İkinci yataq otağını da təqdim edək. Bura isə 3-cü yataq otağı. Birinci mərtəbədə 2 yataq, 1 qonaq, mətbəx də eləmək olar. Sadəcə mətbəx salmayıblar bura. Göründüyü kimi geniş də salonumuzdur. Keçək ikinci mərtəbəmizə. İkinci mərtəbədən sizə evimizi təqdim edirik. İkinci mərtəbədə pilləkən yoxdur, müvəqqəti olaraq əl pilləkən istifadə edirik. Birinci mərtəbə necə otaqlar, ikinci mərtəbə elədir. Sadəcə remontu yoxdur. Bir otaq. Bura ikinci otaq. Bura isə üçüncü otağımızdır. Burası geniş salondur. Keçək evimizin arxasında bağla tanış olaq. Bura evimizin arxa hissəsidir, bağ hissəsidir. Ümumi sahəsi 7 sotdur. Tikililər gördünüz, 2 dənə köhnə tikili idi və bir dənə də yeni tikili həyət evimizdir. 2 mərtəbəli. 2 mərtəbə evin birinci mərtəbə 4 otaqdır, ikinci mərtəbə 4 otaqdır. Ümumi 8 otaqdır. Birinci mərtəbə 3 yataq, 1 qonaq, ikinci mərtəbə 3 yataq, 1 qonaq və köhnə tikili evimiz isə 3 otaqdır. 2 yataq, 1 qonaq, mətbəx, koridor balaca və 2 mərtəbə isə hamamın üstündə gördüyümüz 2 mərtəbə yuxarısında sklaq kimi də əlavə əşyalarınızı yığa bilərsiniz. Birinci mərtəbə isə hamamdır. Girəcək hissədə solda sanitar qovşağıdır. Kommunallarımız, qazımız, işığımız, suyumuz, şəxsi quyumuz hamısı qaydasındadır. Super yerdə, yolun kənarındadır. Köhnə ev itikisindən qabaqda obyekt tikib, arxasında ev səliqəli formada qala bilər. Qiymət barəsində bir daha təkrar əmlak sahiblərinə və 051 407 18 98 zəhmət olmasa özü ilə əlaqə saxlayın, ətraflı məlumatlar. Videolarımızı kaydedin, paylaşın, bizə dəstək olun.